Hüseyin mi lan o? Hüseyin lan. Hüseyin lan. Vallahi Hüseyin. Hamiye salamlar uşaq. Hamiye salam. What the hell? Oyunda çoxdan yoxam YouTube'da. Səsim gəlir 5 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. Girişi necə eləyək? Sizə girişi necə eləməliyəm bilmirəm. Deyəcəksiniz ki, niyə bu adam, bu insan, bu varlıq evin içində kutka inandı? Ürəyim belə istəyir. Allah senin belanı ver. Sözün düzünü desəm, mikrofona görə kutka geyindim ki, rahat sərbəst mikrofonu burada qoyum. Nə bir yerə sürtsün, nə də bir şey rahat səsim algılayasınız deyə. Yəni kombin dəyişməyə üşəndim. Ona görə bir başa kutkamı geyindim. Və mən üşəngəc bir insan... Üşəngəc nədir? Mən üşəngəc... Hə, ondan. Mən üşəngəc bir insan deyil. Uşaqlar, mən uzun zamandır ki, YouTube'da yoxam. Bəli, əziz izləyicilərim, mən dini kanala çevirdim. Necə eləyim bu girişimi? Mən axırıncı dəfə özüm kimi deyəm, oturum burada rahat, sərbəst kamera qarşısında video çəkməyimi, kameraya da baxam. Kamera qarşısında video çəkməyimi bir il bundan əvvəl eləmişəm. Senin kafan. Yaxşı, bərbad bir mizah idi. Uşaqlar. Bir il sonra yenidən gəldim. Zarafat eləmə qurbanın olum. Uşaqlar. Yəni zarafatı qoyaq bir kənara, həqiqətən də mən 8-9 ay elə bir ilə yaxındır ki, yəni rahat, sərbəst video girişi eləmirəm ya da oturub YouTube'a video çəkmirəm. Yaxın vaxtlarda elə belə sadəcə videolar yayınlamışam. Yəni düşünün, bu 17 il nə idi ağa? Bu bir il ərzində, yəni 2024-dən 2025-ə kanala cəmi 17 video yayınlamışam. Buna shorts videosu da daxil olmaqla. Ki, cəmi 2 dənə shorts videosu yayınlamışam bu arada. Yəni 17 video yayınlamışam və mən kanal statistikanı burada ya da burada bir yer qoyub bağışlayın. Çox səs oldu, üzülürsən. Neyse, konumuza dönək. Statistikanı ya burada ya da burada bir yerlərdə görə biləcəksiniz. Yəni 10.700 bağış gəlib bu arada buna baxmayaraq. Yəni yalan deməyəcəm, mən 2024-dən 2025, yəni bu son bir il ərzində mənim yəni məzun olmaqdan qoyaq bir kənara, yəni məzuniyyət məktəbdə məzun olmaqdan söhbət gedir. Qoyaq bir kənara imtahanım, yəni imtahan bir yerə girməyim ki, girdim də bu arada. Deməyəcəm aradı, amma girdim. Köhnə videoda açıqlama vermişdim, amma nəysə, buraları keçək. Yəni bu süreç oturub rahat bir video çəkə bilmədim mən kanala. Yəni necə deyim sizə? Oturub sərbəst bir video içeriği çəkə bilmədim, bir planlaşdıra bilmədim. Oturduğum yerdən qoyaq bir kənara durub başqa bir yerdə video çəkə bilmədim, o dərəcədə. Çünki mən artıq oturduğum yerdə video çəkmək istəmirəm ki, görürsüz ayaq üstəyəm. Zarafat eləmə. Çox qəşəng mizahlarım var axı. Aralara kat atmaq lazımdır. Montajçım da yoxdur, montajçı da getdi. Bir dənə mən özüməm. Allahu Ekber. Bunlar səs menzimi. Belə də qoyacağım. Kamera arxasında nə qatıq-qatıq hərəkətlər eləyirəm, onu da görün. Belə bu fırranla ancaq. Belə edirəm. Belə edirəm. Təzəlicə borudur. Normalda oturduğum yerdir. Oturduğum yerdə fırranmıram ha. Valla. Numandan yedim, qutardım. Sözümüzün əsas konusu. YouTube'a qayıtdım. Bəli, YouTube'a qayıtdım. Yalan deməyəcəm. Keçici sürəliyinə qayıtdım. Çünki diğer bəzi YouTuberlar kimi belə deyim, yəni bəzi YouTuberlar kimi qayıtdım deyib ayda bir video atmaq kimi bir şey eləməyəcəm. Yəni hələ ki YouTube'dayım, hələ ki YouTube'a qayıtdım. Yəni keçici sürəliyinə də olsa qayıtmışam. Çünki nə üçün keçici sürə deyil? Ya mənim artıq 20 yaşım var uşaqlar. Mənim 20 yaşım olacaq. Olacaq. 20 yaşım olacaq. Respekt rayonlara. Mənim artıq 20 yaşım olacaq və bu 2024-dən 2025, yəni bu il aralığında mən biznes qurmağa çalışdım ki, biznes hazırdır.
biznesin içində fərqli bizneslər qurmağa çalışdım ki, onlar da hazırdır. Yəni bir nəvi bir girişimci yatırımcı rolunu oynadım mən bu 2024 və 2025 il aralarında və artıq 2026-cı ildə bunların hamısını start götürməyə vaxtıdır. Yəni hazırladığım layihələri bir start verməyə vaxtıdır. Hamısının üstünə düşüb proyektləri yaratmaq vaxtı. Bu bizneslər haqqında çox açıqlama verməyəcəm. Bu başqa bir videonun konusudur. Bu videonun konusu əsas odur ki, YouTube-a qayıtdımdır, bəli. Ayaq üstə belə kutka ilə durmuşam, mikrofona görə kutkanı taxmışam. Hə, yəni qayıtdım YouTube-a. Bu video 6-cı gün çəkilir. Bəli, 6-cı gün çəkilir. Ayın bu günləri neçəsidir? Bir dəqiqə. Bu video yanvar ayının 3-də çəkilir. Mən nə oldu? Mən niyə belə qaldım? Mən video niyə çəkmirəm? Sözün düzünü enerji partlaması yaşayıram. Yəni uzun zamanda YouTube-a qayıtmaq istəyirəm. İşlərə görə alınmır, proyektlərə görə alınmır, şəraitə görə də alınmır. Qayıda bilmirəm. Yəni hər cürə şəraitə görə alınmır. Məsələn, fərqli cürbəcür video içərikləri çəkmək istəyirəm. Olduğum bölgədə həmin video içəriklərini çəkə bilmirəm şərait olmadığından. Oturduğum yerdə də video içərikləri çəkmək istəyirəm bir yandan, amma çox da istəmirəm. Ona görə də YouTube-a da başlamaq istəyirəm, başlaya da bilmirəm. Yəni belə anlayın məni. YouTube üçün enerji partlaması yaşayıram həqiqətən də. Yəni bildiyiniz və əllərimdən anlaya bilərsiniz. Burada əllərimin ikisi də mənim qırılıb. Ona görə belə əcaz kimi görürəm. Normalda əcaz deyirəm. Bu burada da o. Hə, nəsə söz bu yana. Nə də qatarsın bura. Yəni bunda işləyimdən görə yəni bəlli oldu ki, evləric artıq səndə mandalina, portakalı çox sevir. Bəli. Bax. Bunu mandalin deyimə görə başqa bir yerə yozma. Bax. Taparam səni. Bax səni taparam. Mən bu YouTube-da 2024-dən 2025-ci il aralığında olmadım axı. Yəni cəmi 17 video yayınlamışam və 17 videodan 10.700 baxış gəlib. Bizə 300 necə bəyəni gəlib. Bu arada sözün həqiqi mənasında düzün deyəcəm. Bu yayınlanan 17 videoda yəni miladdan qalma çəkdiyim videolar idi. Montajlanıb bir-birinə düzüb qoşularaq yayınlanan videolar idi. Yəni həqiqətən də. Yəni ona baxmayaraq 10.700 izlənməyə çatmışıq və 30 neçə abunə gəlmişdi səhv eləmirəmsə, yəni 900. Hələ də 1000 abunə olanmamışam burada. 985 deyişib qalmışam. Nəysə, nəticədə yəni aktiv olmamıza baxmayaraq, nəsə bir içərik üretməyimizə baxmayaraq 10.700 baxış toplamışam. Ki məsəl üçün bəzi YouTuberlərin 100.000, 200.000-dən amma 1 milyon abunəsi var. Video yayınlanır, məsəl üçün izlənir, 1 milyonluq kanal izlənir 100.000, 200.000, 300.000, 500. 200-200 minlik kanal video yayınlayır, 50-60 min aralığında ilişir qalır. Yəni o abunə sayısı kütlə əldə tam deyil də, başa düşdünüz? Məsələn 100 min abunəm var, video yayınlayıram, 200 min izlənmir. Anladınız? Yəni 50-60 min ilişir qalır. Bu böyük bir problemdir yəni YouTuberlər üçün. Mənsə belə bir şeyin olmasını istəmirəm. Ona görə də əlimdən gəldiyi qədər işlərimin üstünə daha çox düşüb, daha tez biznesi yaradıb, hazırlayıb YouTube-a da daha professional şəkildə qayıtmağa çalışıram. Yəni məsələn indi mən aktivəm, ona görə dedim ki, yəni keçici sürəliyin aktiv olduğumu ona görə dedim ki, yəni bir ayaq üstəmi, bir oturduğum yerdə hər hansı bir reaksiya videosu, bir vlog videosu falan, yəni belə şeyləri görəcəksiniz, okey. Amma daha fərqli bir şəkildə mən YouTube'a qayıdacağam, yəni bir YouTuber olacağam, tam şəkildə qayıdacağam. Yəni professional bir ekip, arxa kadrajda işləyən ekip plus ekipmanlar falan. Yəni bu şəkildə sosial mediaya qayıdacağam. Yəni buna bir YouTuber kimi demək olmaz, çünki mən YouTuber falan olmaq istəmirəm. Yəni bu sadəcə bir hobbidir. Mən bunu sevirəm. Gördüyünüz kimi enerji partlaması yaşayıram. Bu mənim belə deyim, iş həyatımdan uzaqlaşıb üstə vaxtımı keçirdiyim yerdir bura. Yəni bu kameranın qarşısı. Çünki məsələn indi mən bu videonu çəkirəm. Bax həqiqətən deyirəm, bax burada hamısını göstərəcəm sizə, yəni. Bir il ərzində 10.700 baxış topladığımız bütün statistikaları, yəni hamısını göstərəcəm ki, bunları YouTube özü göndərir bizə, Creator Studios özü şəxsən göndərir. Aylıq analitikdir bu. Düz bu illik analitikdir, amma aylıq falan hamısı YouTuberlər məncə bilir göndərdiyini. Buradan da aşağıda da Creator Studio'dan götürmüşəm. Cəmi 48 saat ərzində bir baxış var kanalımda. Düşünün. İndi məncə o baxış da yoxdur bu arada. Silinib, sıfırdır. Kanalımız nol vəziyyətdədir. Yəni məsəl üçün mən bu videonu səhər,
Yəni bazar günü ayın 4-ü, yanvarın 4-ü 23:00-da kanalda yayımlayacağam qəşəng montaj şəkildə eləyib. Və bu videonu yayınlayacağam. Bu video gələn həftə yeni video, gələn həftənin, daha doğrusu önümüzə gələn həftənin belə deyim, 5-ci günü yayımlanacaq. Yəni bu gün aralığında video vur tut 50 izlənsə böyük şey, 100 izlənsə mən izlənəcəyin inanmıram. Düzdür, təxmin belə eləyə bilmirəm, yəni sözün düzünü desək. Çünki sıfır vəziyyətindədir kanal. Amma buna baxmayaraq mən bir içerik ürədirəm, kamera qarşısına keçirəm, video ürədirəm. Yəni bu normalda bir YouTuber belə eləmir. Yəni mən YouTuber falan deyirəm. Bu mənim hobbimdir. Bunu sevdiyim üçün edirəm. Okay, burada anlaşalım. Yəni mən bir şeydə də əminəm ki, nə üçün əminəm? YouTube'a tam professional şəkildə qaydanda ekipmanla falan, yəni ki, çəkilən YouTube içeriklərindən spoiler vermək düzgün deyil, amma yəni məsəl üçün də, məsələn belə deyim, Bakıda məsəl üçün böyük bir yeri bağlatdırıb, Bakıda böyük bir kütləni bir video çəkmək üçün bir nöqtəyə gətirəndə, yəni belə qısaca deyirəm, gətirəndə təbii ki o kütlə və buna şahid olan kütlə həmin videonu izləməyə gedəcək. Yəni böyük bir proyektli bir video böyük bir kütləyə açılacaq. Yəni mən bundan əmin olduğum üçün çox da takmıram. Yəni yayınlayıram. Yəni bu kütlə böyüyəndən sonra keçmiş videoları izləyə bilərsiniz. Yəni mən hardan hara gəlmişəm. Bəlkə köhnə videolarımdan hansısa bəzi videoları qaldırdım yəni yayımdan, yəni bu kimi şey ola bilər. Dəqiq bilmirəm yəni. Çünki mən günü-gündən gelişirəm, formalaşıram da, yəni dəyişirəm. Yəni necə deyimsə, özümü daha da formalaşdırmağa çalışıram. Məsəl üçün bir gün fiziyim formalaşdırıram, bir gün nitqimi formalaşdırıram. Yəni hələ ki fiziyimdə stop vermişəm. Daha çox işlərimin üstünə düşmüşdüm. Yəni belə deyim, saqqaldan, saçdan yenə sizədəydim, üzr istəyirəm. Hə. Saqqaldan, saçdan gördüyünüz üzrə, yəni özümə tam baxa bilmirəm bu işlərlə bağlı olaraq. Amma yəni bu işlər konec olanda tamamilə bitəndə təbii ki də yəni artıq vaxt özümə və sizlərə gələcək. Nəysə, bu bizim də yəni qayıdış videosuydu. Nə üçün YouTube'da olmadığım falan qısaca sizə bildirmək istədim. Çünki Kimsiker üçgenin iç açılarının toplamı. Həqiqətən də yəni kimin nə vecinə yəni oturub bu qədər videonun nə səbəbdən dolayı baxsın ki, niyə video atmır. Ama yəni bu sadəcə YouTube'a qayıtdım adlı bir içerik idi. YouTube'a həqiqətən də qayıtdım. 5-ci gün yayınlanacaq içeriğinin nə olduğunu deyə bilmərəm, çünki sözüm də bilmirəm. Çəkməmişəm, bu videonu çəkirəm. Bu gündən montajına başlayıb, səhərə yetişdirib 23:00-da yayınıma qoyacağam. Yəni belə 5-ci gün bir reaksiya videosu görə bilərsiniz, bir qorxu oyun videosu görə bilərsiniz. Yəni hər şeyi görə bilərsiniz. Qısacası Heydərək YouTube'a qayıt. Keçici sürəliyinə. Hər şey keçici sürəliyinə. Tam da qayıdacağam, narahat olmayın. Başqa deyəcəyim bir şey yoxdur. Nəsə əlavə bir sualınız olarsa, elə deyirəmsə ki bu video milyonlar izlənəcək, 100-200 min falan izlənəcək. Nəysə, amma əlavə bir sualınız olarsa, yenə də yəni məni tanıyıb keçmişdən məni izləyənlərdən bu video kimsə qarşısına çıxsa, əlavə sual olsa şərtlərdə yazarsınız, cavab verərəm. Uzun bir şey olsa, birdən də Allah eləməsin. Allah eləsin bu arada. Video 200-300 min izlənər. Onda yəni şərhlər çox olar, onda ayrı bir şey çəkərəm. Nə danışıram mən? Videoya baxıb əgər ürəyiniz istəsə çox üzürsə, göz haqqı haladır. Bundan da sonra videonu bağlayayım. Gedim videonu montaj edeyim. 23:00-da yayınlayayım. O qəşəng bir dənə qapaq şəkli hazırlayım videoya. Yəni belə bir şey çəkeyim, yoxsa nə bilim abi. Belə durum çəkim bilmirəm indi bir şey qapaq şəkli görəcəksiniz. Qapaq şəklini qəşəng hazırlayım, videonu da qəşəng montaj edeyim. Həvəslə bazar günü yayınlayayım. Sonra nə olur? Mən nə dedim indi həmin o dəqiqədə heç özüm də bilmirəm bu arada, başa düşdünüz. Səhv eləmirəmsə, yəni beynimdə tutduğum cümlə buydu ki, görək bu səfər nə olur. Amma belə bir şey çıxdı lazım. Amma ciddən deyirəm, tam YouTube'a qaydanda çox böyük proyektlərlə qaydacağam yəni. Və işin arxa planında, yəni bu qara pərdənin arxa çərçivəsində, arxa planda da çox böyük proyektlər üstündə işləyirik. Çox böyük layihələr hazırlanır. Bu mənim həm biznesim tərəfdən olsun, həm YouTube videoları tərəfdən olsun. Yəni bu H markasının Azərbaycanın görüb görə biləcəyiniz hər toçkasına, hətta xarici ölkələrə belə yayacaq. Öpürəm sizləri. Buna inanan da, inanmayan da canı sağ olsun. İnanmayan
kamera qarşısında çox olmaq istəyirəm bu arada, ona görə uzatıram. Yəni deyəsən bu yapmacıq falan davranır. Yapmacıq deyil. Valla mən enerji partlaması yaşayıram. Həqiqətən YouTube videosu çəkmək üçün enerji partlaması yaşayıram, amma hər şeyin bir vaxtı, bir zamanı var. Yəni məsəl üçün şu an mən bu videonu çəkməyə vaxt tapdım da okey, amma bu videonu çəkib ikinci videonu da çəkməyə enerjim var. Amma mənim şu an ayrı bir işim var. Yəni bu bilgiləri niyə verirəm? Neyse, kim Üçgenin iç açılarının toplamı. bu arada eğer mikrofona belə kırt-kurt səslər gəlibsə, səsim çox bərk gəlibsə, üstəgəl kurtkanın falan səsi çox gəlibsə, üzr sayın. Öpürəm sizləri, var olun. Bu arada bu günlər ərzində çünki arada bir gözləyirim bazar günü yayınlanacaq. 1 2 3 4 5 5-ci video yayınlanacaq. Hə. Bu günlər aralığında təbii ki də bu arada içməcəm. Bu bilgiləri niyə verirəm bilmirəm. Götürün neyini söyləyin. Yəni əynimdə bu kurtka ilə bəlkə çıxdım yenə, bəlkə də çıxmadım, bilmirəm. Valla çox rahat gəldi. Bax bunun bu şey var, mikrofonu qoyduğum yer çox rahat gəldi. Digər kombinlərin heç birisində belə rahat qoya bilmirəm. Bir dənə də eşşək boyda mikrofon almaq istəyirəm özümə. Prosta tapa bilmirəm hələ ki. Yəni yaxşı. Neyse dayı sağ olun. Sizi dayı kapadım. Öpürəm sizləri. Maçiore. Mən də kaçıyorum. Sağ olun. Davay. Getdim. Həqiqətən getdim bu dəfə. Bir qopa bilmədim kameradan.